Ben bir günleri mərdum Azərbaycana deyəcəyəm. 2000 dənə qoşun mən Əfqanistan mücahidlərindən aparmışam Qarabağa. Allah rəhmət eləsin, Ruşen Cavadovla həmkarım oldu. Mən 4-5 dənə Fuzbaqda 2000 dənə neyvi aparıb düşmüşəm Ermənilərin qabağına. Şiyələr də var idilər. 500 nəfərdə şiyə var idi. Şiyə, mücahid, Əfqanistan var idi. Bunların heç biri Ermənilərdən güllə yemədilər. Bunlar güllə vuran daldan olur. Kim var? Biz xətti müqəddəmə. Bizim dalımız da Azərlərdir. İran azı. Yani öz tərəfindən bir şiə müsəlman qardaşı kimi Azərbaycana istənilən dəstəyi köməyi verib. İran təşkil edib, Əfqan mücahidlərə gəlib Azərbaycanda vuruşmaq. O vaxt, bəli. İran təşkil edib. İran öz kömürlərin göndərib Azərbaycana. Ya Fatıma-tü Zəhra. Hacı arayış zamını. Ben yana tormuz tutmayandım öyle giderdim aşağıya. Bu ne belədir? Tormuz. İran silah verib Azərbaycana. Mən özüm Qarabağ görüşən İranlı kömürləri görmüşəm. Bunun müqabilində nə edeyim Elçi bəy? Biz İran'ı alacağız. Təbrizə miting edib edəcəm Xankəndi. Vəssalam, maşallah. Ondan sonra 1, 2, 3 İran da Çomağlı betərini çevirdi. Və başlayıb Heydərliyi dəstəkləməyə. Heydərliyinin hakimiyyətə gəlməsində İran süper dəstək verir. Və hətta Heydərliyə gələndən sonra 12 İran generalı gəlib Bakıda oturdu. Qarabağ döyüşləri üçün İran spesazı gəldi. Ermənilərə qarşı döyüşlərdə iştirak edir. O cümlədən Horadi'nin alınmasında İran spesazının böyük rolu oldu. Bəli. Sizin 60 bin qaçqınınızı bir götürüb 5-6 il saxlayırız. 60 bin qaçqın. İran maşınları gəlirdi, o çadır şəhərcikdən gedirdi, buradan bir hissə döyür, bir tənəkə, yağ, bitki yağı, şəkər, o tərəfə düyür, yağ, şəkər. Neçə il saxladı İran bizim 60 bin qaçqınımız? Az deyil. Buna baxmayaraq İranı mütəmadi olaraq söylüyor Azərbaycan mətbuatını. Mən sizə dediyim şeyləri elə bilirsiniz, o yuxarı bizim siyasi işini bilir. Amma ki, bu onlara xeyir idi ki, söylüyorsun. Bir əvvəl var. İrandan ona görə oxurlar ki, İranın təsirindən, o şiə məzhəbinin ideoloji təsirindən qorxurdu. İkinci, İranın siyasi təsirindən qorxurdu. Və üçüncü də qorxurlar ki, qəlb onlara kəz baxar. Bizim hakimiyyətin əsas məqsədi qərbə xoş gəlməkdir.